Salam, kanala xoş gəlmisiniz. Çoxunuz yəqin ki, məni tanıyırsınız Kodustardan, Emil Həsənli. Tanımayanlarsa aşağıda özüm haqqında məlumat qoyacağam saytımızın hissəsindən. Oradan maraqlana bilərlər. Harca bir 5 dəqiqə video çəkmişdim. Sonra başa düşdüm ki, videonun səndimə rekordinqi basmamışam, öz-özümə danışırmışam. Odur ki, təzədən başlayırıq videonu. Okey, gedirik. Bugünkü mövzumuz nə olacaq? Necə iş tapa bilərik bir aya? Bu mövzu çox aktual mövzudur. Bilirəm ki, çox adam bu yaralı nöqtəsidir. Ona görə də bu mövzunu danışmaq istəyirəm. Amma işdən öncə bir dənə mövzu danışmaq istəyirəm sizə. Daha doğrusu bir hissə var, onu izah etmək istəyirəm. Çünki onlar bir-birinə bağlıdırlar. Sonra videonun sonunda yəni o ikisini birləşdirməyə çalışacağam. Zamandan danışmaq istəyirəm. Zaman anlayışı. Prezentasiya nömrə 1. Zaman nədir? Bizə həmişə məktəbdə nə göstəriblər? Zaman nədir? Keçmiş, indiki, gələcək zaman. Düzdürmü? Amma bu illüziyadır, belə bir şey yoxdur. Yalnız indiki zaman var. Əgər biz ikinci slayda baxsaq, əslində isə zaman nədir? Zaman indidir. Biz nə keçmişə qayıda bilirik, nə keçmişə toxuna bilirik, nə gələcəyə toxuna bilirik, heç bir şey elə bilmirik. Biz indidə durub, indidə dayanıb, və yaxud da indiki vəziyyətimizdə keçmişdəki olan hadisələri beynimizdə canlandıra bilirik. Ondan başqa heç bir şey elə bilmirik. Və ona görə də bizim keçmiş və gələcək vəziyyətimiz ola bilər. Yəqin ki, anlada bilirəm də fikrimi. Və ona görə biz ancaq indidə yaşayırıq. İndidə yaşayırıqsa, bu nə deməkdir? Bir dənə yaxşı bir stat əmələ ortaya çıxır. The reality is not everlasting, but it's ever present. Bu nə deməkdir? Gəlin bunun açılışına baxaq. Reallıq əbədi deyil. Amma daim indidə mövcuddur. Bu nədir? Bu odur ki, yəni bugün reallıqda düzdürmü? Biz gəlirik gün ərzində müxtəlif tezlikdə ola bilirik. Yəni nə demək tezliklər? Biz əsəbi ola bilərik, biz qorxu hissində ola bilərik, biz şükranlıq hissində ola bilərik, biz sevincli ola bilərik. Yəni bizim tezliklərimiz qalxır, düşür, qalxır, düşür, qalxır, düşür və bu daimi deyil ki, daimi deyil. Amma daimi nədir? İndiki zamandır. Yəni bu stat onu bildirir. Zaman isə düz xətt deyil. Zaman isə kvant sahəsidir. Yəni kvant bir sahədir, belə deyim, belə bir tərcümə eləyək. Yəni o ayrıca bir mövzu toxunmaq istəyirəm, ona gələcəyik hələ. Burada isə sizin üçün qoyuram yüksək tezliklər nədir və aşağı deyə, alçaq deyə, yəni tezliklər nədir? Bunları da qoyuram ki, hansı hisslərdə olanda biz hansı tezliklərdə oluruq. Mənim kompüterim buradadır, prezentasiyanı buradan bir-bir çevirirəm, ona görə mənə belə baxmaq rahatdır. Sizə də ekrana qoyacağam. Yaxşı, burada bir qız görürsünüz ağlayan, düzdürmü? Sol tərəfdə. Sağ tərəfdə isə bir qız həmin o ağlayan qızı beyində canlandırır. Həmin o qız, belə deyim, həmin o qız, belə deyim, dünənlərim ağlayıb onu beyində canlandırır. Burada mən sizə sual verəcəm. Niyə biz ancaq müəyyən hadisələri yadda saxlayırıq? Adi məsələn, məktəb olsun, universitet olsun və yaxud da ki, hər hansısa bir yerdə yaşadığımız yerlərdə biz ancaq müəyyən hadisələri yadda saxlayırıq. Biz bütün hadisələri yadımıza saxlaya bilmirik. Yaxşı, onda sizə bir şey deyim ki, bizim beynimiz ancaq emosional ağırlıqlı, ancaq emosional ağırlıq verən hissləri yadda saxlayırıq. Yəni bunlar şok effektidir, qorxu effektidir, sevincdir, kədərdir. Ancaq bu hisslər bizim yadımızda qalır. Qalan hisslər isə beyin yadda saxlamır. Çünki orada yadda saxlanacaq bir şey yoxdur. Yəni emosional heç bir ağırlıq daşımır. Ona görə də bu qız oturur, neyniyir? Yadına salır ki, dünənlərim bu ağlayırmış sən demə. Aha. Ağlayırmış, amma bu onu nə verir? Heç nə vermir. Bu ancaq onun enerjisini aparmaqdan başqa bir şey eləmir. Bu bilirsiniz nəyə oxşuyur? Bir adam gedir intervyudan kəsilir, gəlir ağlayır ki, mən bəs bir ay bundan qabaq intervyudan kəsildim və elə həmişə də belə olacaq da. İndi gətirəcəm sözümün sonuna, elə ona gedirik. Və bu o deməkdir ki, siz oturursunuz, keçmiş zamanı indiki halda yaşamağa çalışırsınız. Növbəti slayd. Yaxşı. Joe Dispenza'nın bir dənə qəşəng sözü var. Ümumiyyətlə maraqlansaz, manifestləmə, beyin proqramlanması, Joe Dispenza deyilən bir neuroalim var. O adam əjdahadır. Onun belə bir fikri var. Tam olaraq mən detallı olaraq belə tərcümə elədim Azərbaycan dilinə.
Sənin fikirlərin ya keçmişinə dair məlumat bazasıdır, ya da gələcəyin xəritəsidir. Bax, burada isə zamana baxsaq, sağda gələcək zamanıdır. Qız işə daxil olub, onun sevincini yaşayır. Soldakı isə indi həmin o gələcəyi düşünür, müşahidə edir ki, belə bir şey yaşaya bilərəm mən. Okey, yəqin ki, indiki zamanda keçmiş və gələcək müşahidələrimizi belə deyim də, bir növ anladıq, düzdürmü? İndi əsas mövzuya gedirik. Bəs yaxşı, necə olur ki, biz uğursuz oluruq və yaxud da uğursuzluğa düçar oluruq və yaxud da uğursuz olmaq istəyirik və yaxud da bəhanə axtarırıq. Bunun bir neçə səbəbləri var. Mən bundan öncə limitlər mövzusu da var, ona toxunmuşdum. Yəni bizim burada inanclarımız var. Yaşadığımız tarixin yenidən təkrarlanacağına inanmamız var ki, yəni bu belə olub, yenə də belə olacaq. Heç bir şey dəyişməyəcək. Ona görə etap-etap gedək. Birinci məsələ nədir burada? Məni heç kim işə götürmür, limitli inancdır. Və sən bunu artıq özünə belə deyim, bir növ yedizdirirsən. Məni heç işə götürmür, götürmək istəmir. Amma sən nə deməlisən? Mən işə qəbul olmağa hazıram, dəyərliyəm. Burada bir növ biz dəyərsizlik anlamını ortadan götürürük. Yəni əslində bu kimlərə aiddir? Kimlər ki kursu bitirir və yaxud da universiteti bitirir, kifayət qədər təhsili var, yəni ən azından bildiyi bir sahə var və başlayır iş axtarmağa. Və iş axtaran mən çox görürəm. Məsələn, bizə kursa gəlirlər, görürəm əjdaha uşaqları var, başları işləyir. Amma digər ki, problem bilsinə də hamısında. Hamısında problem psixoloji problemlərdir. Harda ki, onlar əziyyət çəkirlər. Onlar özlərinin inamları yoxdur, özlərinə güvənləri yoxdur, özlərini sevmirlər, özlərinə dəyər vermirlər, özlərini müqayisədə digərlərindən aşağı görürlər. Bütün bunlar hamısı demək olar ki, bütün tələbələri birləşdirən bir məqamdır. Və ətrafımda o qədər uşaqlar var ki, yaxşıdırlar, əjdahadırlar, amma deyək ki, onların bu limitləri onları qabağa getməyə imkan vermir. Və düzdür, mən dediklərim bəlkə də kimin üçünsə çox belə bullshit gələ bilər, boş gələ bilər ki, bu nə danışır da, yəni bu nə deməkdir, yəni mən heç kimi şey, yəni söz deməklə nəsə dəyişirmi? Mən sizi çox yaxşı başa düşürəm, sizi çox yaxşı anlayıram. Bəlkə də bu video hələ sizin üçün tezdir, onu da başa düşürəm. Çünki bu videonu mənim dediklərimi anlamaq üçün müəyyən bir ego inkişaf mərhələsində qalxmaq lazımdır. Yəni pis məndə anlamayın, həqiqətən. Ola bilsin ki, kimsə inanmaya bilər, amma bir aydan sonra həyatında elə bir şey dəyişə bilər ki, o deyər ki, düz deyirsən. Mən keçən bir təlimdə oldum, biraz onu danışım. Təlimdə bir oğlan yaxınlaşdı, deyəsən adı Zauro idi, səhv eləmirəmsə. Əsgər gedəcəkdi. Təlimdə daha sonra mən danışmayacaqdım, Rüstəm müəllim danışacaqdı. Adam dedi, 2 nəfər var, sırf mənə görə gəlmişdi o məqamlara toxunduğuma görə. Adam deyir ki, müəllim, mən deyir, 2 ay bundan qabaq bu söhbəti eləsəydiniz deyərdim ki, sizin başınız xarab olubdu. Amma ki, mən deyir, həyatımda elə şey yaşadım ki, və indi sizin nə dediyinizi çox qəşəng anlayıram. Yəni, bunun anlamaq üçün, bu gedişatı hiss eləmək üçün, bu transformasiyanı görmək üçün müəyyən bir, bəzən də o dibi görmək lazımdır və yaxud da ki, müəyyən şey yaşamaq lazımdır həyatda. Yəni, o normal bir şeydir ki, siz onu görməyə bilərsiniz, həyat hiss eləməyə bilərsiniz bu dəqiqə. Ona görə də ilk növbədə nə etmək lazımdır? Baxın, əgər kursu bitirmisənsə və iş axtarırsansa, artıq ona gəlirəm. Sən nə etməlisən? İlk növbədə düzgün beyin siqnalları vermək. Yəni, bir ilk növbədə limitli inancları götürməliyik aradan. Yəni, məni heç işə götürmür, mən buna layiq deyiləm. Yəni, özünü dəyərsizləşdirmə. Bir sözlə, özünü dəyərsizləşdirmə, sən kifayət qədər dəyərlisən. Və ən yaxşı tövsiyə edəcəm nə ola bilər? Yazın. Valla, mən otururam, bugün yazıram. Yazın ki, mən mükəmməl bir işə layiqəm, öz sahəmdə kifayət qədər də dəyərli bir işçi olacam. Bunu yazın və özünüzü artıq şüuraltı yeridin. İkinci məsələ, işləməyinizi, o offer'ı almaq, elə deyim də, offer nədir? Yəni o iş təklifini almağınızı, hər bir şeyi canlandırın beyninizdə və onu yaşayın. Onun həzzini, xoşbəxtliyini yaşayın. Bu sizə tədricən doğmalaşacaq. O zaman da təşəkkür hissiniz ortaya çıxacaq. Təşəkkür eləyin. Yəni həqiqətən sən artıq bu işdəsən. Sən artıq o işdə özünü görürsən.
Və tövsiyəm nədir burada? Gün ərzində azı 5 dəqiqədə olsa, 2 dəfə, 3 dəfə özünü istədiyin yerdə, harda ki işləmək istəyirsən, məsələn, orada özünü canlandır. Canlandır və beyin bilirsən necə işləyir. Beyinə bir dənə bir şey verirsən, necə deyim, bir input verirsən, beyin gedər onu axtaracaq. Məsələn, deyirsən ki, mən filan yerə işə düzəlmək istəyirəm. Beyin başlayacaq yollar axtarmağa. Ay, necə eləyim ora gedim, necə eləyim ora gedim. Mənə bu lazımdır axı. Necə, məsələn, deyirsə, məsələn, filan şey mənə lazımdır. Məsələn, telefon, gedirsən o 100 haqq hesabını alırsan, ya kredi götürürsən, ya kimdənsə borc alırsan, yəni necəsə olur da, məsələn, ürəyin istəyən bir şeyi gedib onu alırsan həqiqətən də. Bax, eyni qaydada buradan gedir söhbət. Sən beyninə o inputu ver ki, mən artıq ordayam. Beyin artıq ona uyğun başlayacaq artıq nizamlamağa səni. Üçüncü, bir də çox xahiş edirəm, bu qurban rolundan çıxın. Yəni sizi bu komfort zonadan çıxaracaq, qurban rolundan çıxmağı bacarsınız. Ay, mən bacarmıram, filan kəsin dayı var, filan kəs nə bilim, göy gözü var, onu işə götürdülər, mənim gözüm qaradır. Yəni bu söhbətləri yığışdırın. İnandırım sizi ki, mən indi Dilbildə Fuck Up Night danışacağam. O qədər şey başımıza gəlib də, yəni deyərsən ki, vallahi yəni, biz sən yanında heç nə idik ki. Ona görə bu qurban rolundan çıxın, özünüzə bir güc toplayın, özünüzü sevin, keçmişdə olanları bağışlayın, səhvlərinizi bağışlayın. Səhv deməzdim, səhv yoxdur. Səhv nə mənada yoxdur ki, sən onu yaşamalıydın. Məsələn, biz bu yolu gediriksə, məsələn, mənim çox başıma işlər gəlib də, o səhvdirmi, düzdürmü bilmirəm. O baxır ki, məsələn, necə baxırsan. Amma məsələ ondan gedir ki, sən onu yaşamalıydın. O həmin anda sən bilərək səhv eləmirsən ki, düzdür? Gedib bilə-bilə eləmirsən. Yəni bu səhvdir. Mən gedib bu səhvi bilə-bilə edirəm ki, səhvi yaşayım. Yox. Sən həmin anda o hərəkət sənin üçün doğrudur. Və onu yaşayırsan, yaşa. Nə var ki orada? Ged onu yaşa. Səhv olacaq, düz olacaq, artıq gedişat onu sənə göstərəcək. Və ondan belə özünüzü limitləməyin də. Aha, mən bunu elədim bir dəfə. Bir dəfə oldu, fisoda da artıq mən hər şeyi bitirirəm. Yox. Yəni tarix təkrarlanmaya bilər, onu da bilin. Yəni hər zaman tarix təkrarlanmır. Gedirsən burada kəsilirsən, orada kəsilirsən, orada kəsilirsən, burada alınmır, amma tık bir qapı açılır. Birində alınır. Bir insan səni qəbul eləyir. Yəni orada düşünməyin ki, hər zaman sizi qapının arxasına saxlayacaqlar. Yox. Ona görə də özünüzü qurban rolundan çıxarın. Bir dənə özünüzə gəlin və oturun, düşünün ki, mən nə etməliyəm. Çünki bunsuz alınmır. Ay, onsuz da iş yoxdur. İş yoxdur deyənlər üçün vallahi bu gün bütövsə 6 nəfər andasını tələbəmiz giribdi. Dayday yox, tanış yox, heç nəsiz yox. Yəni ingilis dilində oldu, biliyin oldu, hər yer qapı açıldı sənin üçün. Şükür Allah, bu gün də bu qədər iş yerləri açılır. Yəni bəhanə ilə gəlməyin. İndi gələk əsas məsələlərə. Yaxşı, belə deyim, bunu biraz mən bu mövzuda, bu günlərin bu mövzuda tam dərin getmək istəmirəm. Bu da manifestləmə, düzgün beynin proqramlaşması. Bunun üçün ayrıca bir mövzu seçmək istəyirəm. Hətta buna maraqlı olanlar, çox xahiş edirəm, bir saniyə, nəsə burada ekran qaraldı. Çox xahiş edirəm, altda kommentdə yazsınlar, manifest sözü yazsınlar. Düzdür, mən özümdə sizinlə biri də öyrənirəm. Elə mövzular var ki, həm onun həqiqətən getmişəm, dəqiq bilirəm və onları sizinlə bölüşəcəm ki, belə eləməyin. Amma elə mövzular var ki, mən də öyrənirəm. Yəni həyatda hər şeyi bilən adam düşünürəm ki, yoxdur da, yəni hamı hər şeyi öyrənə gedirik yavaş-yavaş. Və orada məsələn hal-hazırda 3 aydır mən manifest edirəm və kifayət qədər də yaxşı nəticələrim var. Artıq 90%-ə qədər uğurlu nəticə ala bilmişəm. Düzgün düşünmə, düzgün proqramlaşdırma və çox fərqli hisslər yaşamışam son 3 ayda. Mən onu sizinlə bölüşəcəm. Beynim necə fərqli düşünməyə başlayır. Onu bölüşəcəm. Kim istəsə çoxluq olsa ayrıca bir mövzu çəkərəm onun üçün. Çoxluq olmasa da baxaram, bəlkə nə vaxt çəkərəm, nə bilmirəm. Bu hissə bu qədər getmək istəyirəm ki, artıq yəni bir dənə bu hissə, çünki həm də ən vacib hissə bu daha. Yəni əgər siz, bizdə ən böyük problem nədir manifestdə? Manifestdə 3 etap var. Spiritual, mental və fizikal. Yəni biz ən axırıncını ən birinci eləyirik. Gedirik birinci, yəni hərəkətə keçmə anı var. Biz özümüzü, beynimizi proqramlaşdırmamış. Gedirik, hə, onu düzəlt, hə, bunu düzəlt. Bir dənə şey olan kimi avtomatik hər şey dayandı. Çünki sən artıq o təbəqələri möhkəmləndirməmisən. Sən orada öz inamın yoxdur, özünə dəyərin yoxdur və sən bir dənə uğursuz cəhd bəs edir ki, səni yerlə yeksan eləsin. Yerlə yeksan eləsin. Belə. Ona görə də bir ilk növbədə özümüzü tam olaraq nə istədiyimizi anlamalıyıq.
özümüzə o şansı verməliyik. Özümüzü tanımalıyıq. Ən vacib məsələ özünü tanımalısan, özün nə istəyirsən. Ondan sonra artıq növbəti etaplar. İndi gəlirəm hərəkətə keçmək hissəsinə. Praktiki addımlar, hərəkətə keçmək. İlk növbədə nə etməliyik yoldaşlar? CV və portfolionu hazırlamalıyıq, yeniləməliyik. Real nəticələr, kurslarımızda olan kurs layihələrimiz, GitHub-mız, veb saytımız, Design-sa Behance-dır deyəsən orada. Yəni fərq etməz kim hansı sahədədirsə, o sahəyə uyğun artıq CV və portfoliosunu biraz daha da təkmilləşdirsin. İntervyu hazırlıq. Bu əslində yaxşı söhbətdir. Dostlarınla, kompüterlə, nə bilim, ola bilər ki, bir müəllimə pul verə bilərsən ki, müəllim, məni mock-up yəni intervyu ilə, görün mən hazırammı, ümumiyyətlə bu sektora, yəni özümü doğrulda bilərəmmi? Niyə də olmasın ki, yəni bu da bir yaxşı variantdır. Özünüzü yoxlayın, hazırlaşın. Real iş axtarmaq. Ölkədə olan saytların, iş axtarma saytlarının listəsini çıxarırsınız və hər gün o saytlara baxaraq birbaşa başlayırsınız elanları paylaşmağa, CV-nizi paylaşmağa və elanları izləməyə. Və həmçinin də əgər ölkədə xarici kompaniyalar varsa, məsələn, proqramlaşdırma ilə maraqlanırsa, Anderson kimi. Məsələn, o gün hətta baxdım, Riot Games-də 25 ölkə üçün 140 açıq pozisiya var idi. Bir də qorxmayın, vallahi çox qorxursunuz. Ay, ora məni götürməzlər. Ora götürən boynuzu yoxdur. Yəni onu sizə deyim biləsiniz. Yəni düşünməyin ki, bu gün Andersonda gedən uşaqlarda belə tam fərqli sizdən. Hamı sizin kimi normal uşaqlardır. Yəni hamı sizin kimi düşünən, hamı sizin kimi ağıllı. Sadəcə olaraq bəzi çatışmayan nöqtələri düzəltmək lazım. Bitdi, getdi, bu qədər. Ən böyük problem ingilis dili. İngilis dili çox vacibdir. Hara gedirsiniz, gedin, mühəndislik sahəsi olsun, hansı sahələr olsun, ingilis dili vacibdir. İngilis dili nömrə 1-dir. Xaricə çıxmaq istəyirsiniz, relocate olsun, remote olsun, fərq etməz. İngilis dili çox vacibdir. İngilis dili öyrənməyiniz heç zaman sizi geridə qoymayacaq. Ən azından gedib xaricdə səyahət zamanı özünü ən azından izah eləməyi bacaracaqsan. Yəni ona görə baxın. Yəni o batan bilim hissə deyil. LinkedIn aktivliyi. LinkedIn-də aktiv olun. Postlar paylaşın. Hətta mən görmüşəm bir-iki nəfər ki, konkret LinkedIn-də bir ay aktiv olmaqla adamlar yəni gördüm ki, artıq diqqət mərkəzini toplaya bildilər özlərinə. Öyrəndilər, layihələrini paylaşdılar. Hər bir şey dayanmadan konsistensiya, yəni davamlılıq olmalıdır. Bir dənə, iki dənə yox. Konkret struktur qurmalısan özün üçün. Hər ona gələcəyik. O da ayrıca mövzu, daha struktur necə qurulmalıdır. İş təcrübəsi yaratmaq. Mənim ən çox acıqlandığım bu Z nəslinin bir dənə xasiyyəti var. Adamlar deyir, instruktoran kimi elə bilirlər ki, əjdahadılar. Gələn kimi 4000 manat maaş, nə bilim 2000 manat maaş. Yəni elə bilirlər ki, bir dənə əldə diplom ya sertifikat varsa, bunlar artıq dünyanı dağıtdılar. Yox qardaş, sən işdə öyrənəcəksən hər şeyi. Ona görə birinci maaş davası döyməyin. Gəlin, yaxşı professionaldan öyrən. Demirəm, yəni başa düşürəm. Deyəcəksiniz ki, iş adı ilə aldadırlar, başa düşürəm, razıyam. Amma əgər o sağlam mühiti görürsünüzsə, sağlam mühit varsa, tanıdığınız insanlar varsa, o adamların yanında 3 ayda olsa pulsuz işləməyə razı olun. İşi öyrənin, ondan sonra yavaş-yavaş o artacaq. Yəni birdən-birə o pula meylənib, pula görə işləyəndə sən işi öyrənə bilmirsən, sevə bilmirsən işi və nəsə öyrənməlisən ki, qazanasan. Dəyər nə zaman qazanırsan? O zaman ki, işdə dəyər yarada bilirsən. Dəyər yarada bilməyən insan o işdə çox qalmır. Ya özü gedir, ya da müdirə çıxar işdən və buna nəzər alın. Dəyər yaratmağı bacarmaq üçün də işi bilmək lazımdır. İşə can yandırmaq lazımdır və o düşüncə tərzin fərqli olmalıdır. Ona gələcək spiral dinamikada orada mövzu ayrıdır. Tam sistematik düşünmə tərzin olmalıdır sənin ki, bir işi sistemləşdirə biləsən, dəyər yarada biləsən. Ona görə də maaşsız işlərdən belə qorxmayın, işləyin. Yəni o sizi işdə geri salan bir şey olmayacaq. Ən vacib məsələlərdən biri day, tarafa deyirəm. Networking, tədbirlər, təlimlər, seminarlar. Valla mən sizə bir şey deyim ki, bizə uşaqlar gəlirdi, seminar, təlimlərə, biz orada dostlaşmışdıq. Oradan dəstək olurdular, biz dəstək olurduq onlara, iş tapmaqdan suallar verirdi. Yəni, networking çox vacib məsələdir. Sənin düzgün çıxışın, bəzən deyirlər ki, filan yerə getməyə axot var. Kim deyə ora gedən şəhərə, təlimə get, seminara get. Ona görə də olmayacaq, səndə alınmayacaq o iş. Amma yox, sən özünə o bir aylıq vaxt verib, düzgün struktur qurub,
bu dediklərimi eləyəcəksənsə və düzgün şəkildə düşünmə tərzi ilə hər bir şey alınacaq. İnan ki, hər bir şey alınacaq, mümkün seçdiyin yoxdur. Sadəcə bunu eləmək lazımdır. Eləmək üçün də nə lazımdır? Prost eləmək lazımdır işinə. Eləmək üçün də prost eləmək lazımdır. Sadəcə eləmək lazımdır. Və ona görə də məndən bu qədər. Düşünürəm saydıqlarım içində heç bir şey qəliz deyil, çətin deyil. Ona görə də siz də əlavə bir fikriniz olsa ona da açığam, onu da yazın. Maraqlı olar bir diskussiya. Harda limitlənirsiniz, nə çətinlikləriniz var, harda məsələn o etapı keçə bilmirsiniz, harda travmanız var ki, o travma sizə imkan vermir irəli getməyə. Düşünürəm ki, mən də kimlər üçünsə ola bilsin ki, bir 10 nəfər üçün də dəyərli bir kontent verə bildimsə, nə xoş mənə, sevinərəm. Əgər dəyər verə bildimsə, dəyər yarada bildimsə, dəstəyinizi verin, like-la, kommentlə fikrinizi yazın. Minnətdar olaram. Növbəti mövzularda isə startupdan danışmaq istəyirəm, marketinq səhvlərindən danışmaq istəyirəm, strategiyalardan danışmaq istəyirəm, çox şey danışmaq istəyirəm. Hələ mövzumuz qabaqdadır. Hətta maraqlı qonaqlarım da olacaq. Onu da gözləyin. Təklifləriniz, rəyləriniz olsa onu da yazın. Hər kəs sevirəm. Bay bay. Siz də özünüzü sevin.